Salam, hər vaxtınız xeyir olsun. Dəyərli 7-ci siniflərimiz, xoş gördük sizləri kanalımızda. Mən Gülşən Həşimova. Bugün 7-ci sinif üzrə sizlər üçün tapşırıq və çalışmaların izahını verəcəm. İzaha keçməzdən əvvəl bir məlumat sizinlə bölüşmək istəyirəm. Hal-hazırda ödənişsiz formada bizim testlər paylaşılan, monitorinq imtahanında sizlərə kömək olacaq tapşırıqlar, qaydalar yerləşdirilən bir qrupumuz var. Əgər həmin qrupa qoşulmaq istəyirsinizsə, siz də monitorinqə ödənişsiz formada hazırlaşıb, yaxşı nəticə əldə etmək üçün 055 280 59 24 ekranda nömrəni yazdım. Bu nömrəyə yazaraq həmin qrupa qoşula bilərsiniz. İndi gəlin çox vaxt itirməyək. Bir də bundan əlavə 1000 qızıl qaydamız var. O da ödənişsizdir. Həmin o qaydanı da bu nömrəyə yazaraqdan əldə edə bilərsiniz. İndi başladıq tapşırıqlarımıza. Deməli, biz sizinlə keçən dəfə işgüzar təklif mətninin tapşırıqlarını həll etmişdik. Bu mətn üzrə dil qaydalar var idi. Bunu isə bundan sonraki izahda verəcəyimi bildirmişdim. İndi gəlin başlayaq. Deyir, mətndə göy rənglə verilmiş sözlərin ismə və feilə aid xüsusiyyətlərini sadalayın. Gəlin birinci göy rənglə verilmiş sözlərimizi tapaq. Deməli, burada 2 dənə söz var. Göy rənglə verilmiş gətirməyin, bir də getməyimə. Gətirməyin sözü. Birinci ismə aid xüsusiyyətlərini deyək. İndi mən yaza bilmirəm, siz özünüz qeyd götürərsiniz, çünki yazdıqda səliqəsiz alınır. Gətirməyin sözünün ismə aid xüsusiyyətləri. Nə sualına cavab verir? Deməli yazırsınız. Nə sualına cavab? Birinci yazırsınız ki, ismə aid xüsusiyyətlər. Aşağıdan qeyd edirsiniz. 1. Nə sualına cavab verir? 2. Adlı haldadır. Bu oldu ismə aid xüsusiyyətlər. Sonra aşağıdan yenə yazırsınız. Feilə aid xüsusiyyətləri qeyd edirsiniz. Təsdiqdədir, məlum növdədir və məstərdir. Bir daha deyirəm, feilə aid xüsusiyyətləri təsdiqdədir, məlum növdədir və məstərdir. Sonra keçək bu birinə. Getməyimə sözünə. Getməyimə sözü, deməli isim, ismə aid xüsusiyyətlər daha doğrusu. Nəyə sualına cavab verir? Yönlük haldadır və mənsubiyyət şəklisi qəbul edib. Bu oldu ismə aid xüsusiyyətləri. Bir daha deyirəm. Nəyə sualına cavab verir? Yönlük haldadır və deməli mənsubiyyət şəklisi qəbul edib. Sonra keçirəm feilə aid xüsusiyyətlərinə bu sözün. Təsdiqdədir, məlum növdədir, bu da məstərdir. Deməli, gətirməyin də məstərdir, getməyimə də məstərdir. Ümumiyyətcə, məstər həm ismə, həm də feilə aid xüsusiyyətlər daşıyır axı. Yəni, həm ismin, həm feilin xüsusiyyətlərini daşıyır. Ona görə də bizdən də ismə və feilə aid xüsusiyyətlərini soruşurdu. Biz də qeyd etdik. Burada da bir sözümüz var. Burada göstərməkdən sözüdür. Bu da yenə məstərdir. Amma gəlin birinci yazaq ismə aid xüsusiyyətləri. Yazırsınız ki, nədən sualına cavab verir? Çıxışlı haldadır. Sonra yazırsınız feilə aid xüsusiyyətləri. Təsdiqdədir. Məlum növdədir, məstər şəkilsi qəbul edib. Bu da feilə aid xüsusiyyətləri. İndi keçirik. Deməli, bunu etdik. 9-cu tapşırığı etdik. İndi baxaq, növbəti görək tapşırığımız neçədir. Daha doğrusu, burada məstərlə bağlı qayda var. Məstər nədir? Ümumiyyətcə, yadınızda saxlayın. Məstər feilin təsriflənməyən formasıdır. Ümumiyyətcə, feillər 2 yerə bölünür. Təsriflənən, təsriflənməyən. Məstər təsriflənməyəndir və onun çəkirtisi məqməkdir. Sualları nə etmək sualıdır. Həmçinin cümlə daxilində nə sualına da cavab verir. Baxın, çalışmaq nə etmək? Görürsünüz, nə etmək sualına cavab verdim. Amma çalışmaq sözünü gəlin cümlədə işlədiblər. Deyir, çalışmaq həyatın özü, tənbəllik isə zərərli vərdişidir. Nə həyatın özüdür çalışmaq? Bax, nə çalışmaq? Gördünüz? Yəni, cümlə daxilində nə sualına cavab verə bilir? Çünki bayaq da dedim, məstər təsriflənməyən feildir. Yadınızda saxlayın. İkili xüsusiyyət daşıyır. Yəni, həm ismin, isim, həm də feilin. Ona görə biz deyirik ki, məstər təsriflənməyən feildir, ikili xüsusiyyət daşıyır. Keçdik ona. Deyir, cümlələrdəki məstərləri seçib, feilə və ismə aid xüsusiyyətlərini qeyd edin. Bir dənə nümunə özləri verib. Bax, birinci nə yazıb? Təsdiq feildir, məhcul növdədir. Bu feilə aid xüsusiyyətini yazıb birinci. Sonra ismə aid xüsusiyyətlərini yazıb. Nəyə sualına cavab verir? Yönlük haldadır.
Bax, bu sözdən söhbət gedir. Cənnət edilməyə layiqdir. Deyir, bu vətən uşaqlarımız və nəvələrimiz üçün cənnət edilməyə layiqdir. Cənnət edilmək məstərdir. İndi baxıram burada. Gəlin biz cümləmizdə bir məstərlərimizi seçək, sonra dediyini artıq həll eləyərik. Deməli, qorxaq adam həmişə başqalarında qorxu hissi yaratmağa çalışır. Baxın, yaratmağa məstər. Köhnə paltar geyinmək təzəsini dilənməkdən yaxşıdır. Geymək və dilənmək. Məstər. Sonra qaldırmağa məstər. Ziyan verməkdən məstər. Gəzmək olar məstər. Qayıtmaq olmaz məstər. Daha doğrusu gəzmək və qayıtmaq elə ayrıca götürək. Bir yerdə götürməyək. Birdən beynimiz qarışar. Bunu silim. Gəzmək, qayıtmaq. Bunlar da məstərlər. İndi mənim təəssüf ki, burada yazmağa yaxşı, bir növ belə deyim, səliqəli görünəcək qələmim yoxdur. Qələmlə yazıram, amma səliqəsiz alınır. Ona görə mən deyəcəm, siz yazın. Deməli, bax, birinci belə yazırsınız. Bax, buradakı kimi yazırsınız, bir qoyursunuz. Birinci bu cümlə. Bax, cümləni köçürdürsünüz dəftərinizə. Köçürtdünüz. Aşağıda yazırsınız. Yazırsınız ki, məstər. Qarşısında xətt qoyursunuz belə, bu sözü yazırsınız, oyatmağa. Bunu yazdınız, indi aşağıda yazırsınız. Feilə oxşar xüsusiyyətləri və ismə oxşar xüsusiyyətləri. Feilə oxşar xüsusiyyətlərini nə yazırsınız? Oyatmaq sözünün feilə oxşar xüsusiyyətləri budur ki, təsdiqdədir, məlum növdədir. Deməli, yazırsınız 1 təsdiqdədir, 2 məlum növdədir. Sonra keçirsiniz ismə aid xüsusiyyətlərinə. Oraya yazırsınız ki, nəyə sualına cavab verir? Yönlük haldadır. Bu da ismə aid xüsusiyyəti. Sonra keçirsiniz, yazırsınız, ikinci cümləni köçürdünüz dəftərinizə. Köçürdünüz, yazırsınız məstərlər aşağıdan. Geymək, vergül, dilənmək. Birinci aşağıdan yazırsınız, yenə geymək. Feilə oxşar xüsusiyyətlərinə. Geyməyin feilə oxşar xüsusiyyətləri odur ki, təsdiqdədir, məlum növdədir. İsmə oxşar xüsusiyyəti odur ki, nə sualına cavab verir? Adlı xaldadır. Deməli, feilə oxşar xüsusiyyətləri təsdiqdədir, məlum növdədir. İsmə oxşar xüsusiyyətləri nə sualına cavab verir və adlı xaldadır. Sonra dilənməkdən sözünə keçirik. Dilənməkdə nə yazırsınız? Deməli, birinci feilə oxşar xüsusiyyətləri təsdiqdədir, qayıdış növdədir. Sonra 2. İsmə oxşar xüsusiyyətləri nədən sualına cavab verir? Çıxışlı haldadır. Bu da ismə oxşar xüsusiyyətləri. Sonra qoyursunuz 3 aşağıda və cümləni köçürdürsünüz. Köçürdüyünüz cümləni yazırsınız məstər, yəni qaldırmağa bundan. Aşağıda yazırsınız feilə oxşar xüsusiyyətləri. Feilə oxşar xüsusiyyətlərini yazırsınız ki, təsdiqdədir, məlum növdədir. İsmə oxşar xüsusiyyətlərini yazırsınız ki, nəyə sualına cavab verir? Yönlük haldadır. Sonra keçirsiniz 4-ü yazırsınız. 4-cü cümləni köçürdürsünüz, yazırsınız məstər, ziyan vermək. Aşağıdan ziyan verməyi yazırsınız ki, məstər buddan. Ona yazırsınız aşağıdan feilə aid xüsusiyyətləri təsdiqdədir, məlum növdədir. Sonra yenə yazırsınız ismə aid xüsusiyyətləri, nədən sualına cavab verir? Çıxışlı haldadır. Sonra 5 qoyursunuz. Bu cümləni köçürdürsünüz və cümləni köçürdürsünüz, yazırsınız aşağıdan məstər, xətt qoyursunuz, yazırsınız gəzmək, vergül, qayıtmaq. Yəni burada 2 dənə məstər var. Birinci gəzməyi yazırsınız ki, gəzməyin feilə oxşar xüsusiyyətləri. Feilə oxşar xüsusiyyətləri odur ki, deməli, gəzmək feilə oxşar xüsusiyyətləri təsdiqdədir, məlum növdədir. Həmçinin elə ikisini bir yerdə də yaza bilərsiniz. Vergül qoyarsınız, gəzmək, qayıtmağa, yazarsınız feilə oxşar xüsusiyyətləri. Yazırsınız ki, təsdiqdədir, məlum növdədir. İsmə aid xüsusiyyətləri də ikisinin də nə sualına cavab verir? Adlı xaldadır. Yəni, bu ikisinə də xas xüsusiyyətlərdir. Ona görə belə yazmaq olar. Mən səsləndirdim, təəssüf ki, yaza bilmədim ki, qoy səliqəsiz olmasın, amma siz dəftərinizə mənim dediyim kimi səliqəli formada yazsınız, əmin olun ki, müəllimimiz sizdən razı olacaq. Bir də bu arada dəyərli 7-ci siniflərimiz mənim möhtəşəm bir növ belə deyim ki, bütün qaydaları əhatə eləyən, həm monitorinqlərdə, həm sinifdə qayda olaraq əlinizdə olacaq bir vəsaitim satışa çıxıb. Həmin vəsaiti ekranda görürsünüz. Həm Azərbaycan dilinin qaydalar kitabıdır, qaydalar toplusudur. Həm də test kitabıdır, test toplusudur. Yəni hər ikisini də əldə edə bilərsiniz.
Ümumilikdə qaydaların hər biri səliqəli formada, sizin başa düşəcəyiniz formada yazılıb. Yəni uzun-uzadı qaydaları yazmaqla vaxt itirincə elə bu vəsaiti valideynlərinizə də söyləyə bilərsiniz ki, sizlər üçün əldə etsinlər. Əlaqə nömrəmizi qeyd edim. 055 280 59 24. Bu bizim əlaqə nömrəmizdir. Bu vəsaiti mütləq şəkildə əldə eləyin ki, yaxşı nəticə əldə eləyə biləsiniz. Bütün qaydalar sadə formada yazılıb və sonda isə 100 qızıl qayda verilib. Həmçinin test toplumumuzda da bütün testlər proqramı əhatə edəcək formada verilib və bundan da əlavə həmin testlərlə bərabər ümumi sınaqlar da sonda qeyd olunub. İndi gəlin çox vaxt itirməyə başlayaq digər tapşırıqlara da. Deməli 11. Deyir, hansı cümlədə altından xətt çəkilmiş sözdə ma şəkilçisini maq şəkilçisi ilə əvəz etmək olmur? Səbəbini izah edin. Gəlin baxaq. Dərsin başlanmasına çox az qalırdı. Baxın, dərsin başlanmağına olar da əvəz eləmək olur maqla. Bu oldu, bunu silirəm. Sizə deyir, olmur. İnsanın dahi olması, dahi olmağı, bu da oldu. Anamın çığırtmasının, anamın çığırtmağının deyə bilmərəm axı. Niyə deyə bilmərəm? Çünki buradakı ma leksik şəkilçidir. Və leksik şəkilçi olduğu üçün bunu mən maqla əvəz edə bilmirəm. Maq əgər qrammatik şəkilçi olsaydı, deməli, qrammatik şəkilçi olsaydı, onda belə bir hal olacaqdı ki, qrammatik şəkilçi olduqda məsdər kimi işlənə bilirdi. Yəni məsdər şəkilçisi ola bilirdi. Çünki ma həm inkar şəkilçisidir, həm də maqın qısaldılmış formasıdır, məsdərdir. Lakin burada isə fikir verin, anamın çığırtmağının deyə bilmirəm. Yəni deməli bu məsdər deyil. Məsdər deyil, bəs nədir? Burada çığırtma sözü isimdir. İsimdir və buradakı ma leksik şəkilçidir. Deyir, səbəbini izah edin, ona görə geniş formada izah edirəm. Yəni yazırsınız ki, buradakı ma leksik şəkilçidir, qrammatik şəkilçi deyil və sözümüz də isimdir. Ona görə bunu biz maqla əvəz edə bilmədik. Cavab C. Burada da danışmamasının, danışmamağının ola bilər. Cavab C 11-də. Keçdik 12-yə. Uyğun məsdərləri ismin müəyyən halında işlətməklə cümlələri tamamlayın. İndi gəlin, burada məsdərlərimiz verilib. Biz onları özümüz cümlədə işlədəcəyik. Baxaq. Deməli, bilməmək eyib deyil, soruşmamaq eyibdir. Deməli, bura bilməməyə qoyuruq, bu yazıram qısacası. Burada s yazıram, yəni soruşmamaq. Deməli, baxın, bilməmək, bir də soruşmamaq. Bunları yazdıq. Sonra 2. Deməli, əlləri qabar olmuşdu. Nədən olacaq? Təbii ki, işləməkdən. Bura yazırsınız, işləməkdən əlləri qabar olmuşdu. Deməli, bir əldə 2 qarpız olmaz. Deməli, bir əldə 2 qarpız tutmaq olmaz. Burada tutmaq yazacağıq. Böyüklərə, deməli, qayğı göstərməyi öyrənməlisən. Burada da qayğı göstərmək olacaq. Təbiəti, deməli, sevməyi öyrən. Həyat oradan başlanır. Burada deməli təbiəti sevmək olacaq. Bu da belə. Başqa tapşırığımız varmı? Yoxdur. Hamısını bitirdi. İnşallah növbəti tapşırığımız təbiət mühəndisləri olacaq bu mətnlə bağlı. Əgər bunun izahını görmək istəyirsinizsə, kanala abunə olun, izahı bəyənin. Əmin olun ki, sizin bəyənməyiniz bu izahların ardıcıl olmasına vasitəçi olur. Yəni izahları bəyənin ki, izahlar ardıcıl formada yerləşdirilsin. Həmçinin əlaqə nömrəmizdə qeyd edirəm. 280 59 səhv yazdım. 055 280 59 24. Dərslərə qoşulmaq üçün də bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşərik.